Adımadır. Mən 2000-ci ildə doğmuşdum Bakıdan və Şotlandiyaya 5 yaşında köçdüm. Orada böyüdüm, universitet oxudum St. Andrews Universitetində və universitet qutarandan sonra işə Amsterdama köçdüm. 2 il yarım, 3 ildir buradayım. Qardaşım Bakıda şahmat oynayırdı və ona qarşı mən də maraqlandım ki, biraz ondan rəqib olun, ona qarşı güclü olun və Şotlandiyaya keçəndə başladım klublara getməyə, turnirlərə oynamağa və yavaş-yavaş şahmat skillimi düzəltdim və 3 qat Skot çempionu oldum. Mən Universitet St. Andrews tutardım, bakalavr, riyaziyyat və informatik. Mən qardaşım gələndən sonra biz turnirlərə udandan sonra, Scottish çempionat udandan sonra başlayırlar soruşmağa ki, hardansınız, Bakını, Azərbaycanı o qədər də tanımırlar. Amma getdikcə bu Eurovision olandan sonra, Formula 1, sonra Qarabağ müharibəsini udandan sonra hamı başladı ki, tanıdılar Azərbaycan kimdir, nədir. Biz dostlara, tanışlara çox vaxt deyirdik ki, Baku belədir, çox gözəl şəhərdir, biz turizm getmək üçün maraqlı var, yeməklər zaten hamısı yaxşı. Yəni bütün klubumuz, dostlar, tanışlar hamısı çox yaxşı tanıyırlar. Şahmat mənim həyatımın böyük partiyası olacaq, amma mənim həyatım olmayacaq. Yəni hobi kimi, entertainment üçün, belə beyni aktiv saxlamaq üçün olacaq. Amma mən istəmirəm ki, bütün həyat boyu ona sərf edeyim. Məncə dünyada maraqlı, biraz da səvəli, yəni maraqlı problemlər, işlər var ki, onun üstündə işləmək maraqlı ola bilər. Ona görə istəyərdim ki, riyaziyyatçı da olmaz, bəlkə biznesmenlə zaten ola bilər. Mən Bakıda doğmuşam, prosto bu 0-dan 5 yaşa kimi şəkildə nənəmlə, babamla olmuşam deyə. Məndə aksent biraz güclüdür. Yəni başlanğıcda Aberdin fikirləşirdim, amma vaxt getdikcə ən yaxşısı Şəkidir. Orada yemək, mənzərə, hava, qocalandan sonra 100% Şəki gedəcəm.